O yeməyi tök həyat yoldaşının başına. Salam. Deməli, bir neçə gün öncə keçdiyim bir konsultasiyadan misal çəkmək istəyirəm sizə. Deməli, bir xanım qoşulub seansa. Xanım bildirir ki, 1 ilə yaxındır ailə qurmuşuq, hələ yəni övladımız yoxdur. Bu 1 ilə yaxın müddətdə yoldaşım yəni işdə olur, bazar dükan işləri mənlikdir. Yəni mən ev qadınıyam, evdəyəm. Belə deyim ki, xanım rayondan Bakıya gəlin köçüb. Deməli, bazarlıq işidir, market alış-verişi falan hamısını mən eləyirəm. Axşama kimi çalışıram yoldaşıma həm şirniyyat hazırlayıram, hər gün növbə-növbə, nə bilim, sulu yemək, quru yemək falan, salat hazırlayıram. Axşam yoldaşım evə gəlir, sakitcə hazırladığım hər şeyi yeyir, salatı da yeyir, nə bilim, şorbanı da yeyir, quru yeməyi də yeyir. Amma sonda az da olsa xırda bir təşəkkür gözlədiyim halda 99% bu yemək prosesinin sonu, yəni yedikdən sonra proses belə davam edir. Yoldaşım deyir ki, kaşki zəng eləyib anamdan soruşsaydın bu yeməyin hazırlanma qaydasına. Bir dəfə belə deyir. İkinci dəfə məsələn ertəsi günü anam bu yeməyi daha dadlı hazırlayırdı. Məsələn, pomidorun yerinə ora alça qatırdı, o daha ləzzətli olurdu. Məsələn, nə bilim, üçüncü gün, o birisi gün deyir ki, hə bu şirniyyatın məsələn pesoku çox olub, kaşki bunu biraz az eləsəydin. Və s. və ilaxır. Belə, deməli, bu vəziyyətdə əlbəttə ki, əgər xanım məndən məsləhət gözləyir, təbii ki, psixoloqun məsləhət vermək ixtiyarı yoxdur, amma nələrsə təklif edə bilər. Yəni, amma bu insan mənim rəfiqəm və yaxud qonşu falan olsaydı və məndən belə bir mənim yəni seansa qatılan pasiyentim olmasaydı, mən ona məsləhət görərdim ki, o yeməyi tök həyat yoldaşının başına. Belə. Amma nə yazıq ki, bu xanım mənim pasiyentimdir və mən ona belə bir şey deyə bilmərəm. Və mən ona nə məsləhət gördüm? Sən bu manipulyator və narsist tipli həyat yoldaşına necə davrana bilərsən? Məsələn, yoldaşın axşam bu sözləri deyəndəsin, ona bildirə bilərsən ki, hə, ola bilər, mən bəlkə də yaxşı bacarmıram, amma çalışıram, hər gün bunun üçün YouTube-da müxtəlif videolar, yemək videoları izləyirəm, maraqlanıram. Amma bacarmıramsa, deməli, məndə bu iş alınmır. Gəl belə bir nəfər ödənişli şəkildə bir insan yemək bişirməyi yaxşı bacaran bir insan tutaq və hər gün bizim yeməyimizi o bişirsin və daha ləzzətli yemək yeyək hər ikimizdə. Və yaxud da sənin anan yemək hazırlaya bilər və sən hər axşam evə gələndə zaten yol üstüdür bildirdiyinə görə gəlib o yeməyi götürüb gətirə bilərsən və biz bir yerdə yeyə bilərik və yaxud da hər axşam yeməyini şam yeməyi kimi restorana gedirmiş kimi gedib sənin anan gildə yeyə bilərik. Yəni bu üç variantdan birini təklif edə bilərsən dedim. Sizin də başqa təklifləriniz varsa, xahiş edirəm rəylərdən buyurub yaza bilərsiniz.